Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlərimiz. Blok imtahanına hazırlaşan şagirdlər üçün növbəti isbat sualı. Sualımız belədir ki, isbat edin ki, bərabər yanlı düzbucaqlı üçbucaqda katetin kök adlı iki misli hipotenuza bərabərdir. Əvvəlcə biz üçbucağı çəkək. Deməli, düzbucaqlı üçbucaq çəkirik. Katetlər bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə A və digərini də A götürək. Hipotenuzu bir x ilə işarə edək. X-in qiyməti A-nın kök adlı 2 olmasının isbatını verməliyik. Deməli, edəcəyimiz nədən ibarətdir? Pifaqor teoreminin tətbiqini başlayaq. Bundan əvvəlki videolarda onu da qeyd edək ki, Pifaqor teoreminin isbatını ayrıca olaraq vermişdik. Deməli, x-in kvadratı bərabər olacaq A-nın kvadratı, üzərinə əlavə edirik A-nın kvadratı və x-in kvadratı islah etsək, A-ların kvadratını topladıqda 2A kvadrat edir və hər birini kök alsaq, x-in qiyməti olacaq kök altında 2A-nın kvadratı. Yəni, A kök altında 2. Doğrudan da bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök altı 2 mislinə bərabərdir.